Salam dostlar. İrsapın hibrid radiatoru. Dizaynı görürsünüz, çox müasirdir. Bu radiatoru həm isitmədə, həm soyutmada istifadə etmək olar. Daxilindəki fanın hesabına radiator istini və ya soyuğu otağa tez bir zamanda yayır və beləliklə də komfort qısa müddətə əldə olunmuş olur. Gördüyünüz kimi radiatorun həm şaquli, həm üfüqi modeli var. Radiatorun üzərində deməli idarə etmə paneli var. Buradan siz temperatur və digər tənzimləmələri eləyə bilərsiniz. Bu isə İrsapın divar içi radiatorudur. Divar içi hissəsi bu cür görsənir. Bunu əvvəlcədən divara quraşdırırsınız, sonra onun üzərinə belə bir radiator bağlanır. Radiator su ilə çalışır və onun deməli fanları var. Onun hesabına onun gücü daha da yüksək olur. Bağlandıqda belə görsənir, cürbəcür rənglərdə və modifikasiyaları da var və konveksiya bu hissədən baş verir. Növbəti maraqlı model, bu modeli istədiyiniz radiusda əymək mümkündür. Yəni qabaqcadan sifariş etməklə, həm də ki pəncərə qıraqlarını qoymaq üçün münasibdir, çünki ayaq üstə dayanan radiator. İrsapın radiatorlarını hamam otağında dəsmal qurdan kimi istifadə edə bilərsiniz. Bunun üçün sadəcə əlavə aksesuarlar əldə edərək onları istədiyiniz qaydada radiatorun üzərinə düzərək dəsmallarınızı qurda bilərsiniz.